Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 2000 və 2025-ci illərdə qəbul tərəfindən keçirilən imtahana düşən sabit cəryan suallarına baxacağıq. Onu da qeyd edeyim ki, kanalda siz bu tipli videoları tapa bilərsiniz və demək olar ki, mexanika, molekulyar fizika paylaşılıbdır. İndi də bugünkü videomuz sabit cəryanla bağlıdır. Bir də belə videoların davamlı gəlməyini istəyirsinizsə, kanala abunə olub mənə dəstək ola bilərsiniz. Vaxt itirmədən başlayan sualların izahına. 1. Metal naqilin volt-amper xarakteristikası hansıdır? Volt-amper deyəndə qısaca nə deyirdik? Vaxt deyirdik. Metallarda vaxt I bərabərdir U bölü yer. Vaxt qrafikləri cəryan şiddətinin gərginlikdən asılıq qrafikidir. Və metallarda göründüyü kimi I U ilə necə asıldı? Düz asıldı. Cavab olur A variantı. 2. 3 naqil şəkildə birləşdirilmişdir. Onlardan axan cəryan şiddətləri arasında hansı münasibət doğrudur? Bax, fikir verin. Bunlar necə birləşib? Ardıcıl. Bunu hardan bilirsiniz? Bax, biz bunu boru kimi düşünün. Məsələn, buradan su gəlir, tutaq ki, 20 litr. Hər birindən 20 keçir də. Əgər gələn su bölünmürsə, bu olur ardıcıl birləşmə. Ardıcıl birləşmədə indi təbii ki, burada su ötürmürük ki, cəryan gəlir də. Məsələn, 20 amper cəryan gəlirsə, birincidən də 20 keçir, 2-dən də 20 keçir, 3-dən də 20 keçir. Deməli, nə sabit qalır? Cəryan şiddəti sabit qalır. Ona görə cavab olur A variantı. 3 naqil şəkildə kimi birləşdirmişdir? Onlardan axan cəryan şiddəti ardıcıl birləşmədir. Cəryan şiddəti sabit olur. Cavab olacaq D variantı. 2000-ci ildə qəbula düşmüş suallardır bunlar. 4-cü sual. Metal naqilin volt-amper xarakteristikası dedi ki, metallarda vaxt qrafiki necə olur? Düz asılı olur. B variantı olacaqdır. Məsələn, burada hamısını bilməlisiniz. Metallarda düz asılıdır. Tutaq ki, belə deyək, İ-nin U-dan asılığı elektrolitlər üçün çəksək, müəyyən bir qiymətdən başlayacaq və düz asılı olacaq. Qazlarda, vakumda, qazlarda bunları da bilməsiniz. Məsələn, vakumda belə olur. Bax, bu məhlullardadır. Məhlul yazacaq qısaca. Qazlarda belə olacaq. Belə bir qrafikdir. Aha. Bura qədər olan hissə qeyri-müstəqil qaz boşalmasıdır. Bu hissə isə müstəqildir U1-dən sonrası. Belə deyək də. Bura məsələn U1 deyək, bura U2 deyək. Sonra deməli, məhlullar dedik, qazları, sonra vakumda vaxt qrafiki belə olur. Bu vakum üçündür, vakum. Təbii ki, vaxt deyəndə nədən başa düşür? İnundan asılığı. Yarım keçiricilərdə vaxt qrafiki isə belə olacaq. Yarım keçiricilərin vaxt qrafiki, bu düz keçiddir, düz, bu da tərs keçiddir. Bax, bunların hamısı bilməlisiniz. Metallarda da belə olur. 5-ci sual. Şəkildə 3 naqil volt-amper xarakteristikası verilmişdir. Naqillərin R1, R2, R3 müqavimətləri arasında hansı münasibət doğrudur? Baxın, I bərabərdir, U bölə yerdir. Bəs R nəyə bərabərdir? U bölünsün İdir. Düzdürmü? Aha, indi R U ilə düz. Əslində, normalda müqavimət U-dan İdən asılı deyil. Sadəcə olaraq bunlar müxtəlif naqillər olduğu üçün müqayisə edə bilirik. U ilə düz, I ilə tərs asılıq götürdüm. İndi burada elə eləməliyik ki, baxın, bu qrafiklərdə həm I dəyişir, həm U dəyişir. Ona görə biz birini sabit eləməliyik. Onun üçün nə edirsiniz? Bax, bir dənə perpendikulyar xətt çəkirsiniz. Fərqi yoxdur. E-yə də çəkə bilərsiniz, U-ya da. Məsələn, mən U-ya bir dənə perpendikulyar çəkdim. Bax, bu nöqtələrin hamısında U-lar eynidir. Bu 1, 2, burada 3 deyəyin. İndi 1-ə uyğun gələn cəryan budur, I1, 2-yə uyğun gələn budur, I2, 3-ə də uyğun gələn budur, I3. Və U-lar da eynidir. İndi U sabitsə R ilə necə asılı oldu? Tərs asılı oldu. Cəryan şiddəti harada böyütsə, müqavimət orada nədir? Kiçik olub deməli. Onda R1 burada kiçikdir R2-dən, o da kiçikdir R3-dən. Bax, bu şəkildə həll eləyə bilərsiniz. Deməli, cavab olacaq nə? R1 kiçikdir R2, o da kiçikdir R3-dən. Cavab oldu D variantı. 6-cı sual. İ-nin R-dən asılıq qrafikini verib U-yu deyil müqayisə eləyin. I bərabərdir, U bölə R-dir. U bərabərdir, I R-dir. Aha. U burada həm I-dən, həm də R-dən düz asıldı. Onda hər ikisinin ən böyüyünü götürməliyik. Məsələn, yenə bir dənə, baxın, belə düz xətt çəkə bilərsiniz istəsəz, bərabərləşdirə bilərsiniz. Buranı R-ləri sabit elədim. I harada böyük oldu? Fikir versəz, burada böyük oldu. I3, I2, bu da I1. I harada böyüksə, gərginlikdə orada böyük olacaq təbii ki. Ona görə U3 böyükdür U2-dən, o da böyükdür U1-dən. Cavab olur B variantı. Növbəti sualımız, İ-nin U-dan asılıq qrafik verilib. Bizə deyir ki, U-nun R-dən asılıq qrafikini qurun. Baxın,
Bunları bir-bir eləməlisiniz. Yəni burada qrafik neçə hissəli olur olsun. Problem yoxdur orada. İndi 1-dən 2-yə fikir versəz, həm i artır, həm u artır. Ohm qanunun düsturu nədir? U bölə yerdir. İndi i ilə u düz mütənasib olması üçün r nə olmalıdır? Konstant olmalıdır. Deməli, mən çəkəcəyim qrafik unun r-dən asılını soruşur. Aha. R nə olmalıdır? Perpendikülər olmalıdır. Bax, belə bir qrafik çəkdik. İndi burada i nə edir 1-dən 2-yə artır da, onda burada da artmalıdır 1-dən 2-yə. 2-dən 3-ə fikir versəz, gərginlik azalır. Gərginlik azalır, amma i sabitdir. Uşaqlar, i nəyə bərabərdir? U bölə yer deyil. Gərginlik azalırsa, i-nin sabit qalması üçün r də azalmalıdır. Kəsirin sürət və məxrəci eyni dəfə dəyişəndə qiyməti dəyişməz. Deməli, 2-dən 3-ə i sabitdir onsuz da, r də azalmalı ki, gərginlik azalında dəyişməsin o. Ona görə cavabımız olacaq A variantı. Növbəti sualımız yenə oxşar qrafikdir. Unun r-dən asılılığını soruşur bizdən. i-nin u-dan asılılığını veriblər. Deməli, yazırıq ki, i bərabərdir, u bölək r-dir. Baxın, 1-dən 2-yə həm u artır, həm i artır. Yəni, düz mütənasibdə. İndi i u-dan düz mütənasib olması üçün r nə olmalıdır? Konstant qalmalıdır. Deməli, r-ə perpendikülər çəkəcəm. Və burada u artırsa, burada da artmalıdır. Burada u artıraq 1-dən 2-yə. Deməli, burada da artmalıdır. 2-dən 3-ə fikir versəz, u artır. U artır, amma cərəyan şiddəti dəyişmir. i nəyə bərabərdir? U bölə yer deyil. U artırsa, i-nin sabit qalması üçün r də artmalıdır. Ona görə cavab belə olacaq. Bax, r artacaq burada. Bir dəqiqə. Hə, bu i-nin u-dan asılığıdır. Hə, u sabit qalır da, düzdür. Yox, bir dəqiqə, üzrü sahib. i sabit qaldı. Hə, u artacaq, r də artacaq. Belə olacaq daha doğrusu. i dəyişmir də. Belə. 1, 2, 2, 3. Cavab olacaq Y variantı. 9. Elektrik müqaviməti hansı fayda ilə təyin olunur? R bərabərdir. Rho-L bölünsün S-dir. Rho xüsusi müqavimət, L uzunluq, S isə N kəsiyin sahəsidir. L ilə düz, S ilə tərs asıldır. O da olur A variantı. 10-cu sual. Rho vurulsun M bölünsün D vuraq R. Rho xüsusi müqavimətdir. D naqilin materialının sıxlığıdır. Burada sıxlığı D ilə işarə ediblər, çünki Rho ilə qarışmasın deyə. M uzunluqdur, naqilin kütləsidir, R isə naqilin müqavimətidir. İndi naqilin sıxlığı deyəndə, bax D ilə işarələmişlər. D nəyə bərabər sıxlıq? Kütlə bölünsün həcmdir. Belə bir şey düşünün. Bax, silindir şəkilli bir naqil düşünən gəlin burada. Bu onun uzunluğudur, bu da N kəsiyin sahəsidir. Aha, onda mən B-ni yerinə yaza bilərəm. M bölü S vurulsun L də yaza bilərəm. Gətirib indi yerinə qoysa, Rho-nun yerinə gəlin yazacağın R, S bölü L. D-ni yerinə yazıram. M bölü SL. S, L də qalxdı yuxarı. Bir də burada M-imiz var da təbii ki. Ah, bax, belə bir fayda aldıq. İndi burada ixtisarlarımız eləsək, M-lər ixtisar gedir, L-lər getdi. Hə, məxrəsdə bir də R var idilər. Hə, R-lər də ixtisar gedəcək. Ah, bunlar da getdi. S vuraq S. Nə oldu? S çıxacaq orada. S nədir? Naqilin N kəsiyin sahəsi. Cavab olur A variantı. Yarım keçirici diodun volt amper xarakteristikası başdan yazdım bayaqları. Bax, budur. Yarım keçiricilərdə vaxt qrafikimiz belə olacaq. Y variantı olur. Lampadakı cərəyan şiddətini hansı elementin vasitəsilə tənzimlənər? Cərəyan şiddətini artırıb azaldan qurğu reostatdır. Reostat da 4-dür. Baxın, budur. Reostatın vasitəsilə cərəyan şiddətini artırıb azaldırıq. 1 ampermetr cərəyan ölçür. 5, 2 rezistorlardır. Bu lampamızdır. 3 dənədir voltmetrdir, gərginliyi ölçür. Joule vuraq farad, belə amper vuraq saniyə nəyin ifadəsidir? Baxın, joule vuraq farad bizə nəyi verəcək? Ona baxalım birinci. Amper vuraq saniyə onsuz da klondur. Yazıram joule vuraq farad, aşağıda klon yazıram. Gəlin joule-un açılışını yazağın. Joule-un açılışı nədir? Q-udur da, bilirik ki. Onda volt vurulsun nə? Klon vuraq farad, belə klon. Bu klonlar buradan ixtisar gedər. Klonları atdım. Qaldı nə? Volt vuraq farad. Bəs volt nədir? Gərginlik vaydı, farad tutum vaydı. S vuraq U bizə nəyi verir? Q-nü verir da. Çünki tutumun düsturu nədir? S bərabər Q bölü U-dur. Q də bərabər S U-ya. Deməli, elektrik yükünü verəcək. Cavab olacaq A variantı. 14-cü sual. Hansı qrafik sabit gərginlikdə cəryan şiddətinin naqilinin
müqavimətindən asılılığını ifadə edir. Sabit gərginlik deyəndə, yəni U konstantdır. I nəyə bərabərdir? U bölək R-dir. U sabit olanda R ilə tərs asıldı. Cavab olur A variantı. Kiloqram vuraq volt bölək jol nəyin ifadəsidir? İndi mən buradan jolun yerinə kilon vuraq volt yaza bilərəm. Bunu hardan bilirsiniz? Elektrik sahəsində görülən işin düsturundan. A bölü Q-dur. Onda olar kiloqram vuraq volt. Jolun da yerinə yazıram. Q nədir? Elektrik yükü. U da gərginlikdə. Yükün vahidi kilon. Gərginliyin vahidi də voltdur. Buradan voltları ixtisar eləsək qalacaq nə? Kiloqram bölünsün kilon. Bəs kiloqram nədir? Kütlədir. Kilon nədir? Yükdür. Məhlullarda xatırlayırsınızsa, elektrolitlərdə M nəyə bərabərdir? K Q-yə. Bəs K nədir? M bölünsün Q-dur da. K burada nədir? Elektrokimyəvi ekvivalentdir. Onda elektrokimyəvi ekvivalentin vahidi nədir? Kiloqram bölək kilon. Deməli, cavab olur B variantı. 16. Şəkildə verilənlərə əsasən R müqavimətində sabit cəryan gücünü hesablayın. İni bilirəm, R-i bilirəm. Deməli, gücün düsturu P bərabərdir, I kvadratı R-dir və yaxud da U kvadratı bölü R də var. Bizə prosto I ilə R veriblər. Onda yerinə qoysam, I-nin kvadratı 0,5, yəni 0,5-in kvadratı 0,5 vuraq 0,5, vuraq 120. İndi 120-yi 0,5-ə vuranda 60 eləyir, onu da təzdən 0,5-ə vursaq 30 eləyir, 30 watt. Cavab oldu C variantı. 17. Şəkildə verilənlərə əsasən R müqavimətində sabit cəryan gücünü hesablayın. İndi əlimizdə R və gərginlik var. Onda P bərabərdir. U kvadratı bölək R-dən istifadə eləməliyik. Oyumuz 220-dir. 220 vuraq 220 kvadratıdır çünki. Bölünsün 440. İxtisarlarımızı eləsək buradan. Baxın, bu 220 ilə 440 ixtisar elədi 2. 220-də 2-yə böldük, qaldı 110 watt. Cavab olur B variantı. 18-ci sual. Naqilin müqavimətinin temperaturdan asılı qrafik verilmişdir. Müqavimətin temperatur əmsalını tapın. Yəni alfanı soruşurlar bizdən. Metalların müqaviməti temperaturdan düz asıldı. R bərabərdir R0, 1 üstəgəli alfa, delta, T-dir. Belə yaza bilərsiniz. R0 0 dərəcə Selsiusdakı müqavimətdir. R ixtiyari temperaturdakı, alfa müqavimətin temperatur əmsalı, delta T temperatur dəyişməsidir. İndi baxıram, 0 dərəcədə neçədir müqavimət? 100-dür. Onda R0 100-dür. 400 dərəcədə neçə olub? 300. R-imiz də 300-dür. Temperatur dəyişməsi də 0-dan 400-ə gəlib. Bu da delta T 400-dür. İndi buradan alfanı tapsaq, belə bir düstur alınır uşaqlar. İstəsəz çıxarda da bilərsiniz özünüz. Delta R bölək R0 vurulsun nə? Delta T-dir. Bu düsturdan gəlir. Yerinə də qoysaq eyni şey olacaq olsun. Deməli, 100-dən neçə gəlib? 300-ə gəlib. Onda yazacağıq ki, 300 çıxaq 100, bölək 100, vuraq R-imiz neçə? Delta T-imiz 400-dür. Buradan da alarıq ki, alfa bərabərdir. 200, bölək 100, vuraq 400. İxtisarlarımızı eləsək, baxın, belə qalacaq da. Dəqiqə ixtisar eləyək. Bunlar getdi. Burada 2 qaldı. 0 tam. Burada daha doğrusu burada yox. Bax, belə eləyəndə. Bu 100 ilə C-yə ixtisar eləyək. 200-ü burada 2 qalsın. Bunları da ixtisar eləsək qalacaq 1 bölü 200. 1 bölü 200 bəs nə qədər eləyəcək? Yəni, belə deyək də. 0,5 vuraq 10 üstü. Neçə olur bu? Mənfi 2. O da 1-i 200-ə bölündə 0,5 Kelvin. Hə. 1-i 200-ə bölsək 0,5 eləyir. Cavab olur Y variantı. Cəryan şiddətinin vahidi hansıdır? Cəryan şiddətinin vahidi amperdir. Farad tutumun vahididir. Volt gərginliyi, ohm müqavimət, kulonda yükün vahididir. 20-ci sual. Naqilin müqavimətinin temperaturdan asılı qrafik vermişdir. Müqavimətin temperatur əmsalını tapın yenə. Baxın 0 dərəcədə neçədir? 400-dən 600-dür bura. Onda 500-dür da. Hər bölgü 100-dür. Deməli, R0-ımız neçədir? 500-dür. R-imiz neçədir bəs? 800-dür. 800. Aha. Temperatur dəyişməmiz, fikir versəz, bax, neçəyə düşüb? 600-ə düşübdür. Temperatur dəyişməsi də delta T 600-dür. Yenə alfa bərabərdir delta R bölü R0 vurulsun. Nədir? Delta T'dir. Buradan delta R'imiz neçə olacaq deməli?
300. 500-dən gəlib 800-ə. 300 olur. R0-ımız neçədir? 500. Vurulsun neçə? 600. Buradan ixtisarlarımızı eləsək, baxın. Bundan bu gedər. Burada qalar 2. Bu da eləyər 1 bölək 1000. Yəni 0,1000-də 1 olacaq. 0,1000-də 1 Kelvin üstü -1. A variantı olur. Naqilin müqavimətin vahidi ohmdur. Uclandakı gərginlik 10 volt olan metal naqildə cəryan şiddəti 2 amperdir. Metal naqilin müqavimətini tapın. I bərabər nəyə? U bölək R-dir. R nəyə bərabərdir? Bəs U bölünsün I-dir. Gətirib yerinə qoysaq 10 bölünsün 2, bu da olacaq 5 ohm. Cavab oldu A variantı. Müqaviməti 20 ohm, uclandakı gərginlik 80 volt olan metal naqildən axan cəryan şiddəti I bərabərdir U bölək R düsturuna görə. Uyumuz 80, R'imizdə 20. Bu da olur 4 amper. Cavab oldu B variantı. Elektrik cəryanı gücünün verilmiş dövrə hissəsindəki cəryan şiddətindən asılı qrafiki. Verilmiş dövrə hissəsi deyirsə, R sabitdir burada. Onda P bərabərdir I kvadratı R'dir. P I ilə necə asıldı? Kvadratik düz asıldı. A variantı olacaq. Elektrik cəryan gücünün verilmiş dövrə hissəsinin uclarındakı gərginlikdən yenə R-i sabit götürdük. P bərabərdir U kvadratı bölək R-dir. P U ilə kvadratik düzdür. C variantı olur. 26. A2 ampermetrin göstərişi 4 amper olarsa, A1 ampermetrin göstərişi nəyə bərabərdir? Belə məsələləri nə etməlisiniz? Baxın, bura necədir? Paralel birləşib. Onda biz bunun ekvivalentini çəksək, bax, A1 ampermetrimiz burada, rezistor, R müqavimətli bir rezistordur. Burada da bir dənə A2 ampermetrimiz var idi. Buranın paralel birləşmədə ümumi müqavimət necə tapırsınız? Ümumi müqavimətin tərs qiyməti ayrı-ayrı müqavimətlərin tərs qiymətlərin cəminə bərabər olur. Əgər eyni müqavimətli rezistorlar paralel birləşərsə, birinin müqavimətini bölürsünüz 2-yə. Onda buranın müqaviməti R bölək 2 olacaqdır. Deməli, R bölünsün neçə oldu? 2. Bura dedik. R bölək 2. Dəqiqə sərgəl olmadı. R bölünsün nə? 2. Gətirib birləşdirdik belə. İndi paralel birləşmədə gərginlik nədir? Sabitdir. Bəs cəryan şiddəti müqavimətlə necə asıldı? Tərs asıldı. Onda belə yazırsınız da, bax, buradan keçən cəryan neçədir? 4 amper deyil. Buranın müqaviməti R bölü 2-dir, 4 amper keçib. Buranın müqaviməti R-dir. Müqavimət neçə dəfə artıb? 2 dəfə artıb. Sonra da buradan keçən cəryan şiddətdə 2 dəfə azalmalıdır, 2 amper. Və yaxud da belə yaza bilərsiniz. I1 bölü I2 bərabərdir. Tərs asıldı axı. Bax, bu R1-dir, uşaqlar. Bu da nədir? R2-dir da, belədir. Onda R2 bölək R1 yazırsınız. I1-i bilmirəm. I2-miz 4-dür. R2-miz neçədir? R bölü 2-dir. R bölək 2. R1-miz də R-dir. Bu yerləri ixtisar eləsəm, buradan çarpaz vuranda 2I1 bərabər 4-ə, I1 də bərabərdir 2 amper olacaqdır. Belə də düşünə bilərsiniz yəni. Bu şəkildə yaza bilərsiniz bunu. Deməli, cavab oldu Y variantı. 27-ci sual. Sxemdə açarın şərti işarəsi. Açar 1-dir uşaqlar. 2 reostatdır, 3 rezistordur, 4 lampadır, 5 də qalvanik elementlər bateriyasıdır, akkumulyatordur deyirik. Deməli, cavab oldu D variantı. Növbət sual 28. Sxemdə zəncin şərti işarəsi 4 uşaqlar. Bax, 4 zəncdir. Y variantı. Lampadakı cəryan şiddətinin hansı dövrə elementi vasitəsilə ölçülür? Cəryan şiddətini ölçən ampermetrdir. Voltmetrdə gərginliyi ölçür. Ona görə cavab oldu 1. Verilmiş materialdan hazırlanmış naqilin uzunluğunu 2 dəfə artırdıqda onun xüsusi müqaviməti necə dəyişər? Yadınızda qalsın ki, xüsusi müqavimət yalnız metalın növündən və temperaturdan asılıdır. Temperaturdan da düz asılıdır. Qalan heç nədən asılı deyil. Uzunluqdan, en kəsin sahəsindən, radiusdan, diametrdən, cəryan şiddətindən, gərginlikdən bunlardan asılı deyil. Ona görə dəyişməz. 31. Lampadakı gərginlik düşküsünü hansı dövrə element vasitəsilə ölçürük? Voltmetr gərginliyi ölçən cihazdır. O da olur 3. Verilmiş materialdan hazırlanmış naqilin en kəsin radiusunu 2 dəfə azaltdıqda onun xüsusi müqaviməti, xüsusi müqavimət dəyişməz. Əgər müqavimət desəydi, Royal bölək S, S-in yerine yazardıq, PR kvadratı. Müqavimət desəydi 4 dəfə azalardı. Amma bizə nə deyir? Bizə deyir, xüsusi müqavimət necə dəyişər? Xüsusi müqavimət dəyişməz. C variantıdır. Şəkildə cəryanlı naqillərin kəsikçiləri göstərilmişdir. Nə deyir bizə? Cəryanın şiddətləri I1 və I2 olan naqillər tərəfində I3 cəryanına
axan naqilə təsir edən amper qüvvəsinin əvəzləyici hansı istiqamətdə olar? Yadınızda qalsın ki, paralel cəryanlı naqillərdə cəryanlar eyni istiqamətdə olsa bir-birini cəzb edir, əks sonunda itələyir. Məsələn, baxın, tutaq ki, 2 dənə belə paralel naqil verilib. Fikir versəz, bunlar eyni istiqamətdə axır. Bu birinci, bu da ikinci. Bunlar bir-birini cəzb eləyər. Bax, bu şəkildə cəzb eləyir. Əgər cəryanlı, paralel cəryanlı naqillərdə cəryanlar əks olsa, bunlar bir-birini itələyir. Bax, bu şəkildə olur. İndi gəlirəm bura. Birinci nədir? Nöqtədir. Nöqtə nə deməkdir? Şəkildən bizə. Üçüncü nədir bəs? X-dir, bizdən şəkilə. Paraleldir paralelliyinə. Amma əks də nöqtə şəkildən bizə doğru, X isə bizdən şəkilə doğru axır cəryan. Deməli, bunlar əksdə bir-birini necə itələyəcək? I1, I3-ü itələyəcək. Bax, bu şəkildə. Bu F1-dir. Eyni qaydada I2 ilə I3 də əks olduğuna görə bu da itələyəcək. Bu şəkildə olacaq. Onda buna təsir edən yekun əvəzləyici qüvvə, bax, paraleloqram qaydasına bax, görə yuxarıya doğru olacaq belə. Deməli, cavab olacaq B variantı. Bu neçənsə? 33, 34. Xüsusi müqavimətin vahidi. Xüsusi müqavimətin vahidi 10 vurulsun metrdir. Cavab olur A variantı. 10 vuraq metr hansı fizik cəmiyyətin vahididir? Xüsusi müqavimətin oldu B variantı. Naqilin müqavimətin vahidi ohmdur. 2009-da qəbula düşmüş sualdır. Cəryan şiddətinin vahidi hansıdır? Amperdir. 38. M və N nöqtələri arasındakı gərginliyi sabit saxlamaqla, yəni buradakı gərginlik U konstantdır. Bunu şərt olaraq verib bizə. Rheostatın sürücüsünü sağa sürüşdürdükdə voltmetr 1 və voltmetr 2-nin göstərişi necə dəyişər? Baxın, cəryan şiddəti müsbətdən mənfiyə doğru gedir də hər zaman. Belə düşünəyin. Bax, gəldi, bu qədər hissədən keçdi, getdi. Belədir. İndi biz rheostatın sürücü qolunu sola sürüşdürürük, düzdür mü? Yox, sağa. Sağa sürüşdürəndə hara gətirəcəm? Bax, bura gətirəcəm da. Əvvəl cəryan bu qədər hissədən keçirdi. Bax, bu qədər hissədən. İndi isə cəryan bu qədər hissədən keçdi. Onda uzunluq neynədir? Azaldı da. Uzunluq azalırsa naqilin müqaviməti neyniyir? Azalır. Çünki R bərabər ρL bölü S-dir. L azaldığına görə R azaldı. Aha. Onda dövrədəki cəryan neynədir? Artdı da uşaqlar. I bərabərdir, U bölünsün, ümumi cəryana söhbət gedir. R ümumi. R ümumi nədir burada? R reostat üstəcələr, R rezistordur da. İndi burada R reostatın müqaviməti azalıbsa, cəryan şiddəti artdı. Dövrədəki cəryan şiddəti artıbdır. İndi voltmetrlərə baxıram. Baxın, ardıcıl birləşib də, cəryan ikisində də eynidir. Mən O2 üçün yazsam, yazacağım ki, I vurulsun R2. Belə yazıram. Bu dəyişməyib. I neyniyib? Artıbdır. Rezistorun müqaviməti burada dəyişmir. Reostatın müqaviməti dəyişmir. I artırsa U2 artıbdır. U2 artıbdır. Bəs ardıcıl birləşmədə U1 üstəgələ U2 bizə nəyi verməlidir? Mənbənin gərginliyini verməlidir da. Yəni sabit qalmalıdır bu. Mənbənin gərginliyi sabitdir. İndi U2 artıbsa onda U1 nə etməlidir? Azalmalıdır ki, cəm sabit qalsın. Deməli U1 azalar, U2 artar. Azalar, artar. D variantı olacaq. Sonra 39-cu sual. Eyni sualdır demək olar ki, indi isə sola sürüşdürürük. Baxın, cəryan yenə buradan gəlir. Bax, bu qədər hissədən keçib gedirdi. Bu uzunluq bir L1-dir. İndi sola sürüşdürəndə gətirdim reostatın sürücü qolunu. Bura bu qədər hissədən keçdi bu səfər. Aha, uzunluq artdı. Uzunluq artırsa R artır. Yəni reostatın müqaviməti artdı. I bərabərdir U bölək R reostat üstəgələ R-dir da. İndi bu R artıbsa, cəryan şiddəti nədir? Azaldı. Əla. Cəryan şiddəti azaldısa, gəlin birinci voltmetr 2-yə baxalım. Niyə mən U1 yazmıram? Çünki U1 bərabərdir, I vurulsun, R1 kimi düşünün bunu. R1 burada artır, I azalır. Buna fikir demək çətin olur. Ona görə biz birinci U2-ni tapırıq, rahat olsun deyə. U2 bərabərdir, I vuraq, R2-dir. I nədir? I azaldı cəryan şiddəti. Onda U2 mütləq azalıbdır. Bəs U1 üstəgələ U2 nədir? Sabit deyil. İndi bizim burada U2'miz nədir? Azaldısa U1 artmalıdır ki, cəm sabit qalsın da, dəyişməsin. Deməli, artar, azalar olar burada da cavab. Artar, azalar. B variantı olacaq. 40-cı sual. Hansı halda fizik cəmiyyətlərin vahidi düzgün göstərilib? Gərginliyin vahidi voltdur. Cəryan şiddətinin vahidi amperdir. Cəryan şiddəti cəryanın. Cəryanın nə demək istəyirlər bunlar?
Qoy görək bu cəryan şiddətidir. Bu da yəqin cəryan gücü demək istəyib də. Belə düşünək. Volt, amper, watt. Bu cəryan gücüdür yəqin ki. Ona görə olacaq volt, amper, watt. Çünki işi yoxdur, belə deyək də, jol yoxdur da. Ona görə budur. B variantı. Gücdür, cəryan gücüdür. 41. Hansı halda fizik cəmiyyətlərin vahidi düzgün göstərilmişdir? Cəryan işin vahidi joldur. Cəryan şiddətinin cəryan şiddətidir bu. Bunun vahidi amperdir. Müqavimətin vahidi də ohmdur. Onda jol, amper, ohm. O da oldu C variantı. Sxemdə ampermetr ilə göstərişləri arasında hansı münasibət doğrudur? Baxın. Burada cəryan buradan gəlir, tutaq ki. Gəldi cəryan, buradan 2 hissəyə bölünür. Onda birincidən keçən cəryan burada nə edir? 2 yerə bölünür da. Onda I1 nəyə bərabərdir? I2 plus I3-ə. Deyə bilərik ki, I1 burada ən böyükdür. İndi baxıram A2 ilə A3-ə. Yuxarı müqavimət nə qədərdir? 2 erdir. Aşağı erdir. Cəryan şiddəti müqavimətlə tərs asıldı. Paralel birləşibsə o sabitdir. Onda belə yaza bilərik də, baxın. I2 bölü I3 bərabərdir. Bunu R3 kimi qəbul edəyim. Bu R3'dür. Burada R2'dir də, belə düşünəyim. Aha. R3 bölək nə? R2 yazıram mən bura. Onda I2 bölü I3 bərabərdir. R3'ümüz neçədir? R, burada 2R'dir. Bunlar ixtisar edirsiniz. Nə oldu? I3 bərabər oldu 2I2'yə. Yəni 3-cü ampermetrin göstərişi 2-cidən 2 dəfə çoxdur. Aha. Deməli, onda deyə bilərəm ki, I3 böyükdür I2'dən. Və I1 bunun ikisindən də böyükdür. Səbəb nədir? Çünki I1, belə deyək də, I1 I2 ilə 3-ün cəminə bərabərdir. Ona görə ən böyük I1 olacaq. Sonra I3, sonra da I2 olacaq. Cavab olur onda. Deməli, I1 böyükdür I3'dən, o da böyükdür I2'dən. Cavab oldu Y variantı. 43. Yenə oxşar sualdır. Sadəcə burada bir fərqlilik var. Baxın, bunlar necə birləşib? Paralel. Onda buranın müqaviməti R bölü 2 oldu. Deməli, belə oldu da, ekvivalenti çəksəm mən buradan. A1 ampermetri, rezistor, sonra yuxarıda A2 ampermetri, rezistor qoymuşuq bir də. Burada A3 ampermetri, burada yenə rezistordur. Buranın müqaviməti R bölü 2'dir. Belə birləşdirdik. Aha. Bura R'dir, burada R'dir. Bax, belədir. Gözdən görünmür bu deyəsən. R'dir. Ah, bunlar isə R bölü 2'dir. İndi yenə I1 nəyə bərabərdir? I2 plus I3'ə bərabərdir. Ona görə I1 ən böyükdür burada. Baxsaz aşağıya bax A3'ə. Buradan buranın müqaviməti R bölü 2'dir. Bura isə R'dir. A3 A2'dən 2 dəfə çox olacaq. Çünki müqavimət 2 dəfə azdır burada. Paraleldə onlar sabitdir. Deməli, I3 nəyə bərabərdir? 2I2'yə bərabərdir. Onda I1 böyükdür I3'dən, o da böyükdür I2'dən. Ən kiçik I2'də olacaq yenə. Cavab olacaq A variantı. 44. Dövrədə cəryan şiddətini tənzimləmək üçün nədən istifadə olunur? Reostatdan. Üzürlü say. Sabit gərginlik mənbəyinə hansı nöqtələrini qoşduqda dövrədə cəryan şiddəti ən kiçik olar? Cəryan şiddətinin ən kiçik olması üçün I bərabərdir U bölü R'dir. R ən böyük olmalı ki, I nə olsun, ən kiçik olsun. Baxın, burada məsələn, bax 1 ilə 4'ü qoşanda, bax 1 ilə 4'ü qoşsaq bir-birinə, bunlar necə olacaq? Ardıcıl. Ardıcılda ümumi müqavimət nəyə bərabər? Toplayırıq 3R. Deməli, 1 ilə 4'ü qoşanda mən 3R olur müqavimət. Amma təsəvvür edin, indi 1 ilə belə düşünək. 1 ilə 3'ü qoşuram, belə düşünün. 1 ilə 3'ü qoşanda. Onda belə olacaq da. Bu ikisindən cəryan keçəcək. Ta ki, bura müsbət, bura mənfidir. Onda cəryan gələcək, buradan keçəcək. Bundan keçməyəcək. Bu zaman müqavimət neçə olacaq? 2R olacaqdır. Deməli, ən uzaqdakılarını qoşanda, müqavimət maksimum olur, ən böyük olur. Ən yaxındakıları qoşanda isə müqavimət ən kiçik olur. Ona görə cəryanın ən kiçik olması üçün biz ən uzağı qoşmalıyıq ki, bir-birinə. Burada müqavimət böyük olsun da. 1 ilə 4'ü qoşanda 3R olur. Məsələn, 1 ilə 3'ü qoşanda 2R, 1 ilə 2'yi qoşsam R olacaqdır. Müqavimət harda böyüksə, cəryan orada kiçik olur. Ona görə cavab 1 ilə 4 olur. 46-cı sual. Sabit gərginlik mənbəyinə
mənbəyini hansı nöqtələrə qoşduqda dövrədə cəryan şiddəti ən böyük olar? Cəryan şiddətinin ən böyük olması üçün, maksimum olması üçün R minimum olmalıdır. Ona görə ən yaxındakılar bir-birinə qoşmalısınız. 1 ilə 2 dolar, 2 ilə 3 dolar, 3 ilə 4 dolar. Fərqi yoxdur. Qonşuları qoşarsınız. Çünki mən 1 ilə 2 bura qoşanda müqavimət R olacaq. Buradan keçməyəcək. Və yaxud da 2 ilə 3-ü qoşanda yenə eyni şey olur. Bir dənə buradan keçirəcək. Yəni R götürürsünüz. Deməli ən yaxındakıları qoşmalıyıq ki, müqavimət ən kiçik olsun. 1 ilə 2, 2 ilə 3, 3 ilə 4. Bunlardan biri olacaq. Hə, ona görə də 1, 2 C variantını götürəcəyik. Məsələn, burada olsaydı 2, 3, onu da götürə bilərdik. Sonra 47. Dövrədə cəryan şiddətinin kəskin artan zaman dövrənin avtomatik açmaq üçün nədən istifadə olunur? Əriyən qoruyucudan istifadə edilir. Əriyən qoruyucuda bir növü açar rolunu oynayır. Dövrədə cəryan şiddət kəskin artanda istilik miqdarı artır və orada əriyən qoruyucunun içində bir nazik məftil gedir də. Belə deyək, naqilli çox nazik olur və o istilikdən əriyir və bir növü həmin o cihazı işlədicidən ayırır. Elektrik cəryanından ayırır. Deməli, qoruyucudan. Əriyən qoruyucudan. D variantı. Sonra 48-ci sual. Rezistorda sabit cəryan gücünü hesablayın. P bərabərdir I kvadratı R'dir. İ'miz 2'dir. 4 kvadratı. R'miz də 30'da. Vuraq 30. Oldu 120 watt. Cavab olacaq A variantı. Rezistorda sabit cəryan gücünü hesablayın. Bizə gərginlik veriblər. Bir də müqavimət. P bərabərdir U kvadratı bölək R'dir. Uyumuz 20'dir. 20 vuraq 20 bölək 5. 20'yi 20'yə vuranda 400. 400'də 5'ə bölünür 80. C variantı olacaq. 50. Gərginlik sabit qalmaqla bağlı K açarı açılarsa dövrədə cəryan gücü necə dəyişər? Aha, K açarı bağlıymış əvvəlcə. Onda gərginliyi sabit saxlayıram. Buranın müqaviməti nə qədər imiş K açarı bağlı olanda? K açarı bağlı olanda, bağlı halında müqavimət R-ümün bərabərdir. R bölək 2'dir. Birin müqavimətini 500 sayına. P bərabərdir U kvadratı bölək R bölünsün 2. 2 də qatlayıq var. 2 U kvadratı bölək 2. İndi K açarını açıram. K açarını açanda cəryan yalnız buradan keçilir. Bura açıqdaq. Aha. Onda K açarı açıq olanda bir dənə buradan R-dən keçir. Bəs P nəyə bərabərdir? Onda U kvadratı bölək R olacaq. Əvvəl 2 U kvadratı bölək R idi. İndi U kvadratı bölək R oldu. Onda güc nədir? 2 dəfə azaldı. 2 dəfə nə edəcək? Azalacaqdır. D variantı. 51. Gərginlik sabit qalmaqla K açarı qapanarsa, yenə eyni sualdır. Məntiq eynidir. K açarı açıq olanda, birinci halda açıq. P bərabərdir U kvadratı bölünsün R-dən istifadə edilir. Cəryan buradan keçəcək. K açarı bağlı olanda, bağlı. Bu səfər hər ikisindən cəryan keçəcək. Paralel birləşdi. Paralel birləşmədə müqavimət nəyə bərabərdir? Tərs qiymətlərini cəmə. Əgər eyni müqavimətli olarsa, birinin müqavimətini bölürsünüz sayına. Bu zaman P bərabər olacaq. U kvadratı bölək R bölək 2-də. Bağlı olanda. R bölünsün 2. 2 də qatdı yuxarı. Onda 2 dəfə neynədir? Artdı. A variantı olacaq. 52. Birləşmələrdə bərabər zaman müddətində eyni istilik miqdarı ayrılırsa, birləşmələrin uclarındakı gərginliklər arasında hansı münasibət doğrudur? Eyni zaman müddətində hər ikisinə eyni qədər istilik miqdarı ayrılır. Baxın. Birincidə ümumi müqavimətimiz nə qədərdir? 2R'dir. İkincidə neçədir bəs? R bölü 2'dir. Hardan bilirəm? Paralel birləşmə onun üçün. R bölü 2'dir. Hə, bizə deyir ki, Q'lər eynidir. Q1 bərabər Q2'yə, T1 də bərabərdir T2'yə. Ayrılan istilik miqdarının düsturu Q bərabərdir U kvadratı bölü R vurulsun T'. İndi mən buradan Q1 üçün yazdım. Burada belə yazaq. U1, burada R1 yazağın, hətta T1 yazaq. Q2 də bərabər nəyə bəs? U2 kvadratı bölək R2 T2. Bax, bu şəkildə yazdıq. İndi Q1 Q2'yə bərabərdirsə, bərabərliyin sol tərəfi eynidirsə, sağ tərəfdə eyni olmalıdır. Onda yaza bilərik ki, U1'in kvadratı bölək R1. R1'imiz neçədir? R1'imiz 2R'dir. 2R. Vuraq T1'imiz. T1 T2'yə bərabərdir. Ona da bir T deyəyin gəlin. Bax, buna da bir T deyəyin. Vuraq T bərabərdir. Q2'nin də yerinə yazırıq. U2 kvadratı.
R2'miz neçədir? R bölü 2'dir. Baxın, R bölü 2'dir bura. R2 desək buna, bu da R bölü 2. T3'miz də T'dir. Buradan ixtisarlarımızı eləsək indi. Bax, bu T'lər getdi, bu R'lər də getdi. 2 qalxacaq yuxarıma. Oldu onda U1 kvadratı bölü 2. 2 də qalxdı yuxarı oldu 2U2 kvadratı. Buradan da aldıq ki, U1 kvadratı bərabər 4U2'nin kvadratına. U1 də bərabər kök alsaq hər tərəfdən 2U2'yə. A variantı olur cavab. 53. Birləşmələrdə eyni istilik miqdarı ayrılan zaman müddətlər arasında doğru münasibətləri müəyyən edin. Birləşmələrin gücləri uclarındakı gərginliklər eynidir. Aha, indi zaman soruşur da. Yenə eyni qaydan yazırsınız. Q1 bərabərdir U1 kvadratı bölək R1 vuraq T1. Q2 bərabərdir U2 kvadratı bölək R2 vuraq T2 yazırsınız. Aha, U1 U2'ye bərabərdir. Q'lər də bərabərdir. Onu da belə yazırıq. U1'in kvadratı bölək R1'imiz neçədir? 2R'dir. Ardıcıl birləşibdir. 2R vuraq T1 bərabərdir. U2'ni də yerinə yazırıq. U2 kvadrat ilə olduğu kimi R2'ni də yerinə nə yazacağım? R bölək 2. Paralel birləşib çünki. R bölək 2 qalxdı yuxarı vuraq T2. Buradan ixtisarlarımızı eləsək, bax bu R-lər getdi. Bu ular da gedəcək çünki gərginlik eynidir. Nə qaldı onda? T1 bölü 2 bərabərdir 2T2'yə. Onda T1 bərabərdir 4T2'yə. Cavab oldu A variantı. 54. Şagird elektrik dövrəsini düzgün yığmadığından dövrədən cəryan keçmir. Lampanın M sıxacını hansı nöqtəyə bağlamaq lazımdır ki, lampa közərsin və ampermetr ondan keçən cəryan şiddətini ölçsün. Baxın, lampanın M sıxacını elə bir yerə bağlamalıyıq ki, lampa közərsin və ampermetr ondan keçən cəryanı ölçsün. Lampanın məsələn M-i 4'ə qoşsam, lampa közərəcəkdir. Çünki cəryan buradan gəlir, belə gedəcək, közərəcəkdir. Amma ampermetr onu ölçə bilməyəcək. Ona görə elə eləməliyik ki, biz həm ampermetr buradan keçən cəryanı, lampadan keçən cəryanı ölçsün, həm də lampa közərsin. Ona görə gətirib qoşaram 2'yə. Baxın, ampermetr ölçdü və gəldi mənfiyə çatdığı üçün buradan gəldi. Neynədir? Lampa közərdi. Yəni, həm ampermetr cəryanı ölçməsi üçün, həm də közərməsi üçün nəyə qoşmalıyıq? 2'yə qoşmalıyıq. Cavab olur ona görə Y variantı. 55. Rezistorlardan keçən cəryan şiddətləri arasında hansı münasibət doğrudur? Baxın, R2 ilə R3 ardıcıl birləşmədir. Ardıcılda cəryan şiddəti eyni olur da I2 bərabərdir I3'ə. Bunu bildik. İndi bizə lazımdır I1 ilə məsələn I2 arasında və ya I3 arasındakı cəryan şiddətinin müqayisəsi. Bax, buranın müqaviməti neçədir? Ardıcıl birləşib, toplanılıb 3R. Burada R'dir. Paralel birləşdi bunlar. Uşaqlar, cəryan şiddəti müqavimətlə tərs asılıdır. Aşağıda müqavimət çox olduğuna görə cəryan oradan az keçəcəkdir. Ona görə də deyirik ki, məsələn, baxın, buradan keçən I1'dir, buradan keçən I2 desəm, I1 onda nədir? I2'dən böyükdür. Çünki yuxarı müqavimət azdır axı. Ona görə I2 I3'ə bərabərdir, ardıcıldır, I1 isə ondan nədir? Böyükdür. I1 böyükdür, I2 bərabərdir I3'ə. Cavab olur ona görə də deməli nə? B variantı. 56. K açarı 1 və 2 vəziyyətində olduqda ampermetrin göstərişləri nəyə bərabərdir? Maraqlı sualdır. K açarı 1 vəziyyətindədir. Yəni dövrə açıqdır. Cəryan buradan gələcək. Bax bu şəkildə gedəcək, çatacaq bura. Onda ampermetr buradakı cəryanı ölçür də. 1 vəziyyətində olanda epsilon bölünsün qapalı tam dövrələr üçün R plus R'dir. Epsilon neçədir? 6. R'imiz xarici müqavimət 2, daxili müqavimət də 1'dir. Oldu 2 amper. Deməli, I1 2 amperdir. İndi K açarını bağlayıram. K açarını bağlayanda nə baş verəcək? Baxın. K açarı bağlananda, bax, cəryan buradan gəlir. Bura müsbətdir. Buradan gələcək cəryan. Aha, indi cəryan qarşısında 2 dənə yol var. Buradan da gedə bilər, buradan da. Bax, bu yol nədir? Boşdur da. Boşdur. Ortada heç bir işlədici yoxdur. Cəryan ağıllıdır. Bu sözü niyə deyirik?
Əgər boş yol varsa, cəryan boş yolu seçir. Ona görə cəryan buradan keçir. Burada müqavimət olduğuna görə buradan cəryan keçmir. Buradan keçmirsə, ampermetrin göstərişi nəyə bərabər olacaq? Sıfıra bərabər olacaq da gələcək bura. Aha. Onda ilk halında cəryan buradan keçəcək. Qısa qapanma cəryan şiddəti olacaq hətta burada. Siz qısa qapanma da yazağın. Epsilon bölünsün R. Yəni qısa qapanma olur 6/1. 6. Və ampermetrdən cəryan keçmədən görə ampermetrin göstərişi 0 olacaqdır. Deməli, birincidə 2 amper, ikincidə nə olacaq? 0-a qədər azalacaqdır. O da olacaq D variantı. 57. Verilmiş materialdan hazırlanmış naqilin en kəskin sahəsini 4 dəfə azaltdıqda naqilin xüsusi müqaviməti. Nə deyir bizə? Xüsusi müqavimət. Xüsusi müqavimət yalnız materialın növündən və temperaturdan asılıdır. Metallarda da düz asılıdır. Orada en kəskin sahəsindən nədir? Asılı deyil, dəyişməz. A variantı olur. 58. Lampanın uzandakı gərginliyi və lampadan keçən cəryan şiddətini ölçmək üçün voltmetr və ampermetr hansı sxemdə düzgün qoşulmuşdur? Voltmetr hər zaman dövrəyə paralel, ampermetr isə ardıcıl qoşulmalıdır. İndi baxıram aya, hər ikisi ardıcıldır. Olmaz. Voltmetr ardıcıl qoşsa cəryan keçməz. B-də yenə hər ikisi ardıcıldır. Olmaz. C-yə baxıram. Voltmetr paralel, ampermetr ardıcıldır. Bəli, bu olar. D-də ampermetr paralel qoşulur. Olmaz. Qısa qapanma baş verir burada. Y-də ikisi də paralel, ardıcıldır. Bu da olmaz. Ona görə cavab oldu C variantı. P bıraq S bölü rho L. P nədir? Cəryan gücü. S en kəskin sahəsi. Rho xüsusi müqavimət. L də uzunluqdur. İndi gəlin P-nin yerinə ifadəsini yazalım. P-nin yerinə məsələn mən yaza bilərəm. I kvadratı R. Çünki gücün düsturu I kvadratı R. Gətirib qoysam yerinə. I kvadratı R, S, rho L. Bəs R nəyə bərabər idi? Rho L bölü S idi də. Gətirib bunu da qoyuram yerinə R-in. Olur onda I kvadratı R-in yerinə rho L bölü S, məxrəcdə rho L var idi, bir də sürətdə S-imiz var. Kökü bağlayın. Buradan rho L, S-lər ixtisar getdi, qaldı I kvadratı. Oradan nə çıxacaq? I çıxacaq. Cəryan şiddəti olur. D variantı. 60-cı sual. Kvadrat formalı naqilin A və B nöqtələrində cəryan mənbəyinin qütbləri qoşulmuşdur. Aha, bax cəryan buradan gedir, biri bu istiqamətdə, bir də bu istiqamətdə. Deməli, bura müsbət, bura mənfidir. Cəryan şiddətlərinin I1-in I2 olan nisbətini deyir tapın. I1 bölü I2. İndi fikir verin, baxın. Cəryan buradan gəldi, bölündü 2 yerə də. Deməli, necə birləşmədi? Baxın, bu hissə ilə bu hissə bir-birinə paraleldir. Bölünü bax. Aha. Paraleldə nələr sabitdir? Ular sabitdir. Bəs I nəyə bərabərdir? U belə yer deyil. Onda I R-lə necə asıldı? Tərs asıldı. Bəs R-in yerinə nə yaza bilərəm? Rho L bölü S. Belə yazdım. I L-lə də tərsdir. İndi bax, kvadrat formalı deyirsə, kvadratın tərəfinə bir A desəm, bax bir A desəm, buradadır, buradadır, buradadır da. Onda I2 cəryan getdiyi yol nə qədər olacaq? Baxın, I2-in getdiyi yol buradır. 3A olur. I1-in getdiyi yol nədir? A-dır. Və biz bu naqili kvadrat şəklində eləmişiksə, en kəskin sahəsi dəyişməz. Dəyişmək burada ancaq uzunluqdan olur. Deməli, L2-miz bərabər oldu 3A-ya, L1-imiz nəyə bərabər oldu? A-ya bərabər oldu. Və cəryan şiddəti L-lə necə asıldı? Tərs asıldı. Onda yazırıq I1 bölü I2 bərabərdir. L2 bölü L1. L2 3A. Düzdürmü? Aha. L1-imiz neçədir? Baxın, burada L1-imiz. Burada A-dır da. Bölünsün A. Buradan bu A-ları ixtisar eləsəm, qalacaq nə? 3. Cavab olur 3. 61. Sərraçda cəryan şiddəti 0,2 saniyədə, T bərabər 0,2 saniyədən, saniyədə 0,8 amperdən 0,2 amperə qədər azaltdıqda, yəni I1 0,8, I2 0,2-dir. Azaltdıqda öz-özünə induksiya 1,5 volt öz-özünə induksiya yaranır. Öz-özünə induksiya 1,5 voltdur. Sarğacın induktivliyini deyir hesablayın. L bərabər suala. Cavabı Henry ilə ifadə eləyin. Biz burada indi
düsturumuzu yazsaq, öz-özünə induksiya ilə düsturu mənfi L, delta I bölək, delta T deyə bilərsiniz. Buradan gəlin yerinə qoyağın. Öz-özünə induksiyamız neçədir? 1.5 bərabərdir. İndi cəryan şiddəti 0.8-dən 0.6-ya azalıb. Onda delta I mənfi 0.2 azalıb da. 0.2 çıxaq 0.8, o deyir mənfi 0.6 bölünsün. Neçə? 0.2 T'miz neçədir? T'miz də 0.2-dir. 0.2 vurulsun L. Bu mənfilər bir-birini müsbət elədi. Onda oldu belə bir şey. 1.5, 0.6, 0.2 bölündə 3L. Onda L'miz nəyə bərabərdir? 1.5 bölünsün 3-ə. Bu da olacaq 0.5 Henry. Cavab olur 0.5 Henry. Öz-özünə induksiyanın düsturu budur. Buradakı mənfi istiqaməti bildirir. Lens qaydasından gələn bir şeydir. 62. Naqilin müqavimətinin vahidi hansıdır? Ohmdur. Tesla induksiyan vahididir. Henry induktivliyin vahididir. Amper cəryan şiddətinin, ohm müqavimətin, volt isə gərginlik vahididir. 63. Dövrə hissəsində müqavimətlərin nisbəti R2 bölü R1 4. Voltmetrin göstərişi udur. Voltmetr 1-in göstərişi nəyə bərabərdir? Bizə o biri soruşur. İndi R2 bölü R1 4-dür. Onda R2 bərabərdir 4 R1-dir da, belə deyə bilərik. Yəni, ikinci müqaviməti birincidən neçə dəfə çoxdur? 4 dəfə çoxdur. Məsələn, birinci müqavimətinə bir R desəm, onda bu müqavimət neçə olacaq? 4 R olacaqdır. Və bunlar ardıcıl birləşib. Ardıcılda cəryan sabitdir. I1 bərabərdir I2 deyirəm. Aha. İndi bu voltmetr hər ikisini ölçür. Gəlin ilk öncə nə edəyək? Baxın, belə edəyək. Burada bir dənə voltmetr 2 qoşaq. Belə qoşduq da. Belə. Bunu sərqəli deyək. Bu voltmetr 2 də R2-ni ölçür. İndi uşaqlar, burada nəyi bilməlisiniz? Baxın, U1 üstə gələk, U2 bizə verməlidir unu. Bax, bu voltmetrin göstərişidir. Digər tərəfdən U bərabərdir IR deyil. Ardıcıl birləşmədə U ilə R necə asılıdır? Düz asılıdır. Aha, onda deyə bilərəm ki, R2 müqaviməti 4 dəfə çoxdur axı. Onda buradan deyə bilərik ki, U2 də 4 U1-ə bərabərdir. Bax, bunu da deyə bilərik buradan. Çünki ikincidəki gərginlik birdən 4 dəfə çox olmalıdır. Səbəb nədir? Səbəb odur ki, ikincinin müqaviməti 4 dəfə çoxdur birincidən. Gətirib burada yerinə qoysam, olacaq bizdən U1-i soruşur da. U1 üstə gələk, U2 yerinə 4 U1 qoyacaq, bərabərdir U-ya. 5 U1 bərabərdir U-ya. U1 də bərabərdir U bölünsün 5-ə. U bölək 5 də bizə nəyi verir? 0,2. Deməli, bu oldu 0,2 U. U2 də olacaq 0,8 U. Cavab olur D variantı. 64. Sabit gərginlik mənbəyinə paralel olaraq rezistor və termistor qoşulmuşdur. Termistoru soyutduqda ampermetr və voltmetrin göstərişi necə dəyişər? Termistoru soyuduram. Termistoru soydanda, bax, yarımkeçiricilərin müqaviməti temperaturundan tərs asıldı. Termistoru soydanda termistorun müqaviməti artdı. Termistorun müqaviməti artırsa, cəryan şiddəti nə eləməlidir? Azalmalıdır da. Çünki U bölək R ümumi yazacaq bura. Termistor müqaviməti artdığına görə cəryan şiddəti azaldı. Ampermetrin göstərişi onda nə eləyər? Azalar. Voltmetr isə bura necə qoşulub? Paralel qoşulub. Paralel dövrələrdə gərginlik sabit qalır. Gərginlik dəyişənməz. O sabitdir. Deməli, voltmetrin göstərişi, ampermetrin göstərişi isə azalır. C variantı olacaq. 65. Reostatdan keçən cəryan şiddətinin onun uclarındakı gərginlikdən asılılıq diaqramı verilmişdir. Bu proseslərə uyğun cəryan şiddətinin müqavimətdən asılılığını qurun. Yəni, bizə IU qrafikin verib, deyir ki, İ'nin R'dən asılılıq qrafikin qurun. Bax, belə. İndi fikir versəz, bax, 1-dən 2-yə necə asıldı bura? Düz asıldı. Bunu biz təzən yazıb. 1-dən 2-yə bu düzdür. Onda I bərabərdir U bölü R düsturuna görə. I U ilə düzsə R nə olmalıdır? Sabit qalmalıdır. Deməli, R-ə perpendikülər çəkməlisiniz də. Və burada I artırsa, burada da artmalıdır. 1, 2. İndi 2-dən 3-ə baxsaz, gərginliyi artır.
Amma i dəyişmir. İndi i sabit qalacaq. Gərginlik artır, i dəyişmirsə, r də artmalıdır ki, qiymət dəyişməsin. Sürət və məxrəc eyni dəfə artıb azalmalı ki, qiymət dəyişməsin. Bu da olacaq 1, 2, 2, 3. Cavab olacaq B variantı. 66. 2019-cu ildə qəbula düşmüş sualdır. Burada bir dənə yerə çağın. Nə deyir 66 bizə? Qapalı dövrədə cəryan şiddətinin dövrənin xarici müqavimətindən asılı qrafiki verilmişdir. Mənbəyin daxili müqaviməti 0.2 ohm olduğunu bilərək C nöqtəsinə uyğun xarici müqaviməti hesabla. Baxın, ilk öncə siz düsturu bilməlisiniz. I bərabərdir, epsilon bölünsün, R plus R-dir. İndi burada qrafik çəkəcəm mən ayrıca bir dənə. I-nin R-dən asılığını çəkirəm. I R-dən tərs asılıdır. Təbii ki, burada veriblər onsuz da qrafikdə. Belə bir tərs asılıdır. Bax, bir müəyyən qiymətdən başlayır. Bu nöqtədə nə sıfırdır? R sıfırdır. R-in yerinə sıfır qoysaq, bura I qısa qapanmadır. Aha, deməli burada 6 nədir? Qısa qapanma cəryan şiddətidir. Onda mən burada qısa qapanma cəryan şiddətini yaza bilərəm ki, I qısa qapanma bərabərdir 6-ya. Tamam, bəs cəryan şiddətim neçədir? Cəryan şiddətim də 1-dir. C nöqtəsindəki bizdən xarici müqavimət soruşur da R bərabər suala. İndi nə etməliyik burada? Və daxili müqavimət də 0.2-dir. Daxili müqavimət də 0.2-dir. Baxın, belə yazırıq da. I qısa qapanmanın düsturu epsilon bölünsün R-dir. Buradan biz epsilon tapsaq, I qısa qapanma vurulsun R olacaqdır. Onda I qısa qapanma 6, R-imiz neçə 0.2. Bu oldu 1,2. EHG 1,2-dir. Bunu da bildik. İndi əlimdə mənim nə var? I var, balaca R var, EHG var. Böyük yeri tapmaq lazımdır. I bərabərdir, epsilon bölünsün R plus R deyil. I-nin yerinə qoyuram 1. Axı 1-də axı C nöqtəsində. EHG-miz neçədir? Tapdıq 1,2. R, balaca R-imizdə 0,2. Çarpaz vursam, R üstə 0,2 bərabərdir 1,2-yə. Onda R bərabərdir 1 ohma. Cavab olur 1 ohm. B variantı. 67-ci sual. Daxili müqaviməti R olan cəryan mənbəyinin hər birinin müqaviməti 3 R olan rezistor ardıcıl qoşulmuşdur. Bu rezistorları paralel birləşdirsək dövrədəki cəryan şiddəti necə dəyişər? Aha, birinci ardıcıl qoşmuşuq. Sonra deyir paralel birləşdirsək dövrədən cəryan şiddəti necə dəyişər? Bax, bunu soruşur bizdən. Daxili müqavimətdə R-dir. Və R bərabərdir 3 R-dir. Belə yazırıq da. Bax, bu bizim cəryan mənbəyi olsun. Burada 3 dənə rezistor qoşmuşuq. Bax, belədir. Ardıcıl qoşmuşum. R. Bura R, burada EHG-dir. I bərabərdir, epsilon bölünsün. R. 3R. Üstə gələk nə? Daxili müqavimət R. İndi bir dənəsi neçə R-dir? 3R-dir da verib özü bizə. Onda EHG bölünsün, 3 vurulsun, 3R, üstə gəlsin R olacaq. Bu da olacaq EHG bölünsün, 9, bir dəqiqə səhv yazdıq. Sərgəli olsun. EHG 3 vurulsun, R-in yerinə 3R qoyduq, üstə gəldi R. Bu da oldu EHG bölünsün, 9R üstə R 10R elədi. Bu birinci hal üçündür. İndi ikinci halda nə edirik? Bunları gətirib paralel qoşuruq. Bax belə. Yenə mənbə olduğu kimi qalır. Sadəcə biz buradakı rezistorları paralel qoşacağıq. 3 dənə rezistordur. Bu şəkildə paralel qoşursunuz. Bura yenə EHG, R, burada R. İndi bu zaman I bərabərdir yenə EHG bölünsün. Buranın müqaviməti neçə olacaq bu səfər? Paralel qoşmuşuq da. R bölü 3 olacaq da. R bölü 3. R bölünsün 3, üstə gəlsin R oldu. R-in yerinə 3R qoysam yenə EHG bölünsün. 3R bölü 3, bu elədir R, üstə gəlir R. Yəni EHG bölünsün 2R. Əvvəl belə aldıq. Birinci deməli cəryan şiddəti 1-də EHG bölünsün 10R-dir. 2-dən aldıq. EHG bölünsün 2R. Məxrəc neçə dəfə azaldı? 5 dəfə. Məxrəc 5 dəfə azalırsa, qiymət neçə dəfə artar? 5 dəfə artar.
Euler-Venn diaqramda sxemlərə uyğun bəndləri müəyyən edin. Baxaq. Birinci ardıcıl, ikinci paralel qoşub lampalar. Aha. Deyil lampalar paralel qoşulub, 1/2-yə gələcək. Lampalardan biri xarab olarsa ampermetrin göstərişi 0 olar. Bu ardıcıl birləşmədə olur. 2. Ampermetrin göstərişi mənbənin uzlarındakı gərginliklə düz mütənasibdir. Hər ikisində 3 ortaq olacaq. Lampalardan keçən cəryan şiddəti eynidir. Cəryan şiddəti eyni olur. Ardıcıl birləşmədə bu gələcək 4 1-ə. Lampadan keçən cəryan şiddəti onun müqaviməti ilə tərs mütənasibdir. Paralel birləşmədə. Çünki belə deyək də ardıcıl birləşmədə onsuz da I1 2-yə bərabərdir. Bu da oldu 5 də gəldi 3-ə. Cavab olacaq deməli 2 4 1 5 3 A variantı. Növbəti sualımız 69. Dövrədəki ampermetrin göstərişi 15 mA-dir. Mənbəyin gərginliyi dəyişmədən qütblərin yerini dəyişdikdə ampermetrin göstərişi nəyə bərabər olar? 2022-ci qəbul sualı olubdur. Deməli, ilk öncə nə edəyik? Bax, buradakı unu tapağın. Cəryan buradan gəlir, buradan keçəcək. Diod iti ucu istiqamətinə gələn cəryan buraxır. Bundan keçəcək. Gələcək bura. Buradan da keçəcək cəryan. Amma buradan cəryan keçə bilməz. Diod bu istiqamətdə gələn cəryan buraxmır. Deməli, birinci halda R2 ilə R3-dən cəryan keçir. Və bunlar necə qoşulub? Paralel. Paralel birləşmədə ümumi müqaviməti tapanda birinci hal üçün 2 dənə rezistordursa R2 vuraq R3 bölək R2 plus R3 yazacaq. Bax, bundan tapılır. Buradan da R ümumi 1 bərabərdir. Onda R2-miz neçədir? 20-dir. 20 vuraq 80 bölək 20 plus 80. Bu da olur. 1600 bölək 100 16 olur da. 16 10. Birinci halda budur. 16 10. İndi buradan onu tapanda U bərabər nəyə? I vuraq R deyil. I1 vuraq R1 yazacağım da. I1-imiz neçədir? 15 vuraq 16. Bax, bu mənbənin gərginliyidir. Bu şəkildə də saxlayıram, dursun. İkinci halda bizə deyir ki, nə edirik? Qütblərin yerini dəyişirik, gərginliyi dəyişmirik. Qütblərin yerini dəyişəndə bəs nə olacaqdır? Ona baxaq. Buranı siləyim bir dənə. Qütblərin yeri buranı müsbət, buranı mənfi edirik. Cəryan bu səfər buradan gəlir. Bax, buradan cəryan keçə bilməz. Bu iti ucu istiqamət əks belə deyək də, diod iti ucu istiqamətinə buraxır cəryan. Bu tərəfdən gələn cəryan buraxmaz. Deməli, bundan cəryan keçmir ikinci halda. Buradan keçəcək, buradan da keçəcək. Bu zaman isə biz, bax, bu iki dənə rezistor götürəcəyik. R1 ilə R2 götürəcəyik. İndi ikinci halda buranın müqavimətini tapsaq, R ümumi 2 bərabərdir. R1-dən R2-dən keçdi. R1 vuraq R2, R1 plus R2 yazacağım bura. Aha, R1-imiz neçədir? 30. R2-miz neçədir? 20 bölək 30 üstəcələk 20. Bu da bərabərdir. 600 bölək 50, 12. İndi I2-ni tapanda I2 bərabərdir U2. U bölünsün. U dəyişməyib ki, onsuz da R2 yazmalıyam. Uyumuz neçə aldıq? 15 vuraq 16 bölək 12. Buradan ixtisarlarımızı eləsək, bu 4-ə ixtisarlayanda burada 3, burada 4. Bu 3 ilə də 15-i ixtisarlayasam 5 oldu 20 milliamper. Cavab olur 20. C variantı. Növbəti sualımız 70-ci sual. Naqillərdəki cəryan şiddətləri arasında hansı münasibət doğrudur? Baxın, bura cəryan mənbəyidir. Bu müsbətdir, bu mənfidir. Cəryan buradan gəlir və burada ayrılır 2 hissəyə. Ayrılırsa necə birləşmədir? Paralel birləşmədir. Paraleldə uşaqlar U sabitdir. Və cəryan şiddəti I bərabərdir U bölək R düsturuna görə R ilə necə asıldı? Tərs asıldı. Onda yazırsınız ki, I1 bölək I2 bərabərdir R2 bölək R1. R2 neçədir? R. R1-imiz neçədir? 4R. Buradan ixtisarlarımızı eləsək, R-ləri ataram. Burada bir dəqiqə. R-ləri atdıq buradan. R-lər getdi. Burada 1 qaldı. Çarpaz vuranda onda I2 bərabər 4 I1-ə. Cavab oldu A variantı. Yəni, müqavimət çoxaldıqca cəryan azalır. 71. 2023-ün qəbul suallarıdır bunlar. Sxemi təsvir edilmiş dövrədə K çarını qapadıqda ampermetr və voltmetrin göstərişi. Aha. İndi baxın. Cəryan buradan gəlir. Gəldi, buradan bölündü. K çarı çıxdı.
Buradan da keçəcək, buradan da keçəcək. Belə gedəcək. Bax, bu da belə gəldi bura. Belədir. İndi bizim burada ampermetrin göstərişini tapanda necə yazmalısınız? U bölünsün R ümumi. Bu ikisi necə birləşib? Bu ikisi paraleldir. R bölü 2'dir, yəni buranın müqaviməti. R bölü 2. Bu da onlara ardıcıldır. Toplayırıq, olur 1,5 R. 0,5 R daxı bura. 0,5 R'dir. Oldu onda 1,5 R. Bu K açarı açıq vəziyyətidir. Voltmetrin göstərişi də U bərabərdir. I vurulsun R'dir da. Buradan keçən cəryan vurulsun R'dir. Bax, buna bir I1 desəm, I1 vuraq R olur. Belədir. İndi mən K açarını bağlayıram. K açarını bağlayanda nə baş verəcək burada? Diqqətli olun burada. Buranı silək. K açarını bağladıq. K açarını bağlayanda, baxın, cəryan buradan gəlir. Bəli, gəldi. Baxın indi. Burada bir boş yol var, baxın. Buradan bir boş yol var. Gəlib belə gedəcək cəryan. Deməli, buradan cəryan keçməz, buradan da keçməz. Bax, bunlardan cəryan keçmədi. Boş yolla gedir cəryan həmişə. Onda ampermetrin göstərişini bu birinci al idi. İkinci alda ampermetrin göstərişi isə olacaq U bölək R. Əvvəl U bölək 1,5 R idi. İndi U bölək R oldu. Onda ampermetrin göstərişi nə elədi? Artdı. 1,5 dəfə artdı özdə. Deməli, I artdı. U-ya baxıram. Əvvəl I1 vuraq R idi. Yəni, buradan keçən cəryanı vurdum R-ə. İndi ikinci halda buradan cəryan keçmir axı. Buradan cəryan keçmirsə, onda ikinci halda U1 bu idi. U2 nəyə bərabər olacaq? 0-a. Deməli, ampermetrin göstərişi artar, voltmetrin göstərişi isə 0-a qədər azalar. Cavab olur B variantı. 72. 2025-ci ildə qəbula düşübdür. 3 naqil volt amper xarakteristikası verilmişdir. Naqillərin R1, R2, R3 müqavimətləri arasında hansı münasibət doğrudur? Baxın, I bərabərdir U bölək R-dir. R bərabər nəyə? U bölünsün I-dir. Buradan nə edirsiniz? Bir dənə perpendikulyar xətt çəkirsiniz. Bunları sabit elədik. Bura 3, bura 2, burada 1 dedik. İndi R burada U sabit olanda I ilə necə asılı oldu? Tərs asılı oldu. I harda böyükdür? 3-də də. Bax, I3, I2, bu da I1-dir. Deməli, ən böyük hansıdır? I3 böyükdür I2-dən, o da böyükdür I1-dən. Bəs R ilə necə asılıdır? Tərs asılı oldu. R3 kiçikdir R2-dən, o da kiçik oldu R1-dən. O da kiçikdir R1-dən. Növbəti sualımız 73-cü sual. Verilmiş elektrik dövrəsində AB aralığında hansı elementin bağladıqda L lampasının parlaqlığını tənzimləmək olar? Baxın, cəryan şiddətini dövrədə artırıb azaldan qurğu reostatdır. Reostatla biz oradakı lampanın parlaqlığını artırıb azalda bilərik. D variantı olur ona görə də. 74. Qapalı dövrədəki cəryan şiddətinin xarici dövrənin müqavimətindən asılı qrafikinə görə mənbənin EHG-sini tapın. Bayaqları biz bunu yazdıq. Buna aid oxşar sual. Bura I qısa qapanma demişdik. I qısa qapanma da neçədir? 10'dur. Bunu əslində göstərə də bilərəm sizə. I bərabərdir epsilon bölü R plus R deyil. Bu nöqtədə xarici müqavimət 0'dırsa, onda bu 10 nəyi verir? Bax, xarici müqavimət 0'a gedəndə I bərabərdir epsilon bölü R oldu da. Buna qısa qapanma cəryan şiddəti deyirik. Bax, budur. Yaxşı. Nə deyir bizdə? EHG-ni deyir, tapın, düzdürmü? Aha, indi biz I qısa qapanmanı tapdıq 10. Bəs bura bir A nöqtəsi desəm, xarici müqavimət 4, cəryan şiddəti neçə oldu? 5 oldu. Bu da R-dir. İlk öncə gəlin biz buradan daxili müqaviməti tapaq. Bəs daxili müqaviməti necə tapa bilərik? Ona baxaq. Daxili müqaviməti, bax, belə tapağında, deməli, biz I-ni bilirik, R-i bilirik, I qısa qapanmanı bilirik də. I üçün yazacağım, epsilon bölünsün R plus R. Belə yazdıq. I qısa qapanma da bərabərdir nəyə? Epsilon bölünsün R-ə. Bəs yaxşı, buradan mən epsilonu tapsam, hətta bizdən EHG-ni soruşmur, R-i gəlin tapağın. R-i buradan tapsam, epsilon bölünsün. Yox, bundan getməz, hə. Buradan yaxşı. Epsilon tapsam. Epsilon bərabər nəyə? X-a qapanma vurulsun R olar. X-a qapanmamız 10'dur. Vurulsun 10 R. Gətirib yerinə qoyuram indi.
I bərabərdir. Epsilon yerinə 10 R. Bölək R plus R qoyduq. İ'miz neçədir? İ'miz 5'dir. Yazıram 5. Bərabərdir. 10 vurulsun R bilmirəm. Xarici müqavimət 4'dür. 4 üstəcələk R. Çarpaz vursam buranı olacaq 20 üstəcələk 5R bərabərdir 10 R. Buradan 20 bərabərdir 5 R. 5 R keçdim yana. R bərabər nəyə? 4 amperə. 4 ohma daha doğrusu. 4 ohm. Bax biz daxili müqavimətdə tapdıq 4 ohm. Gətirib buradan EHG-ni tapanda EHG nəyə bərabərdir? Bəs EHG bərabərdir I qısa qapanma vurulsun R deyil. I qısa qapanma neçədir? 10'dur. 10'u vurdum neçəyə? 4'ə. Bu da olacaq 40 volt. Deməli 40 volt. Bu qədər uşaqlar. Belə videoların davamını gəlməyini istəyirsə kanala abunə olub mənə dəstək ola bilərsiniz. Sağ olun uşaqlar. Hər birinizə uğurlar arzu edirəm.